Salam çok değerli güzel insanlar. Ürəyim sıxıldı və balkonda bağça yaratmağı düşünürəm demişdim. Başlayıram bəzi işləri görməyə. Hissə sıxıldıqca nəsə eləməyə çalışacağım. Bu güllər toxumundan tökülüb çıxıblar, sıxdı. Bunları çıxardıb başqa qablara əkəcəm. Bu da göstermek istedim size. Keçən ildən qalan zoğları adətən çıxardıb atırlar. Yeni toxumlar çıxır və növbətilə yeni toxumlardan biçməli gəlir. Amma mən saxlamışdım bunu. Kəsdim, görüm nə olacaq. Və hal-hazırda gördüyünüz kimi köhnə zoğda mən ona inandığım üçün, güvəndiyim üçün qarşılıqsız qoymayıb, göyərib. Təşəkkür edirəm.